Hər birinizi salamlayıram. Sizinlə birlikdə bu videoda 11-ci siniflər üçün 2025-ci ildə nəşr olunmuş Topludan modal feil dərsindən bir neçə testin izahına baxacağıq. Bu tipdə testlərin ardının gəlməsini istəyirsinizsə kanalımıza abunə olmağı, şərh yazmağı və bəyənməyi unutmayın. Əvvəlcə gəlin testlərdə əsas qaydaları nəzər salaq. Modal feil dərsini işləyərkən mütləq nöqtələrdən sonra gələn sözə diqqət edin. Əgər nöqtələrdən sonra to verilibsə, bu zaman modal feilin özlərini yox, əvəzləyicilərini gətiririk. Modal feil dərsində variantlardan ilk öncə strukturca səhv olan variantları çıxırıq. Yerdə qalan variantları isə mütləq tərcümə edərək tapırıq. Gəlin birinci baxaq. Nöqtələrdən sonra to verilib. Demək ki, biz bu testdə needn't işlədə bilmərik. Çünki needn't özü inkar düzəldibsə, demək ki, artıq modal feildir və to ilə işlənə bilməz. A variantında will able yox, will be able. B variantında will not able yox, will not be able olmalıydı. Ona görə A, B variantlarını çıxırıq. Have modal feilindən bilirik ki, have öz inkarını düzəldə bilməz. Ona görə yanlışdır. Cavab olur bir də C variantı. Tərcümədə deyir ki, avtobus dolu idi və sən başqa birini gözləməli olacaqsan. İndi isə 13-cü testə baxaq. 13-cü testdə yazılıb ki, Alice help you now. Gördüyünüz kimi nöqtələrdən sonra to-suz feil gəlib. Strukturca səhvlər çıxaq. Bilirik ki, C variantında ought to ilə işlənməli idi. A variantında hadn't to olmalıydı. D variantında hadn't to olmalıydı. Y variantında could to işlətmək olmaz. Demək ki, cavab oldu B variantı. Tərcümədə deyir ki, Alice indi sənə kömək edə bilər. O indi boşdur. İndi isə gəlin 36-cı testin izahına baxaq. 36-cı testdə bizə verilib the young mother nöqtələrdən sonra wash verilib. Bilirik ki, to-suz feildir. Nələr səhvdir? A variantında ought-un to-su yoxdur. C variantında will be able to olmalıydı. Y variantında to olmalıydı. B variantında hadn't to işlətmək olmaz. Ona görə cavab oldu D variantı. İndi isə gəlin 30-cu testə baxaq. 30-cu testdə nöqtələrdən sonra yenə to-suz feil verilib. Strukturca səhvlərimiz B variantı hadn't to, Y variantı haven't to olmaz. Was able-un to-su olmalıydı. D variantında yenə to olmalıydı. Ona görə cavab olur A. I missed the bus in the morning, so I had to walk school. Mən deyir, səhər avtobusa çatmadım, avtobusu buraxdım. Ona görə də yəni piyada getməli oldum. İndi isə gəlin növbəti testə baxaq. Növbəti testimiz 44-cü testdir. 44-cü testdə bizə nöqtələrdən sonra to verilir. Yadımıza salaq. Hansı qaydalarda to olmazdır? Should to olmaz, needn't to olmaz, hasn't öz inkar düzəltməz. C və D variantları arasında qalırıq. To variantımızda cümləmizdə verilib. Bir təsdiq, bir inkarımız var. İndi cümləni tərcümə etməliyik. İki variantı mütləq tərcümə ilə tapmaq lazımdır. He knew he was wrong and to apologize for his misunderstanding. Deyir ki, o bilir ki, yanlışdır. Yanlış olduğunu bilir. Ona görə də üzr istəməlidir, yoxsa istəməməlidir. Tərcümə əsasən bilirik ki, olmalıydı ki, o üzr istəməli idi. Demək ki, 44-də cavab olur D variantı. İndi isə gəlin 60-cı testin izahına baxaq. Nöqtələrdən sonra bizə verilib to. Nələr to ilə işlənməz? Couldn't işlənməz, needn't to işlənməz. Qalan variantlarımız doğrudur. Haven't to olar, had to olar, didn't, daha doğrusu don't have to olar, didn't have to olar, had to da olar. Demək ki, təsdiq inkar variantlarımız var. Mütləq cümləyə qayıdıb tərcümə etməliyik. The food in the cafe was so disgusting that we to leave it immediately. Deyir ki, bu kafedə yeməklər o qədər iyrəncidir ki, biz buranı dərhal tərk etməli olduq. Demək ki, bu cümlə təsdiq olmalıydı. Ona görə cavab olur Y və həm də bu cümlədə görürsünüz, zaman uzlaşmasına da diqqət etməlisiniz. Bu cümlədə have olsa onu seçməlisiniz. Çünki cümlə keçmiş zamandadırsa, demək ki, qarşısı da keçmiş zaman olmalıydı. Ona görə də burada C və D variantları yanlışdır. 60-cı testdə cavab oldu Y variantı. İndi isə gəlin növbəti testimizə baxaq. 69-cu test. 69-cu testdə nöqtələrdən sonra to verilməyib. Strukturca bütün variantlarımız doğrudur və burada bizə bir nüans verilib. Görürsünüz, cümlə yazılıb və cümlədən sonra bizə belə bir vergüllə ayrılmış bir hissə verilib. Bu ayrıcı sual dərsindən olan bir hissədir. Ayrıcı sualda qeyd olmuşdu ki, vergüldən əvvəlki, sonraki hissə. Əgər təsdiqdədirsə, demək ki, əvvəlki cümlə inkar olmalıydı. Bir daha qeyd edirəm. Baxın, bu do, Z tərəf təsdiq olduğu üçün əvvəlki tərəf inkar olmalıydı. Baxırıq ki, bütün variantlarımız inkardır. İndi burada bir nüansa diqqət edin. Əgər burada bir do varsa, demək ki, əvvəlki cümləmizdəki modal feilimiz sual inkar düzəldə bilməyib, doya ehtiyac duyan bir modaldır. Bilir ki, A variantında must, B variantında need, D variantında should, C variantında ought. Bunların hər bir özü sual inkar düzəldə bilir və ikinci tərəfdə do əvəzinə onların özü olmalıydı. Məsələn, must qoymuş olsaydıq, digər tərəfdə do Z yox, must Z olmalıydı. D variantında should qoysaydıq, qarşısı da should Z olmalıydı. Ona görə cavab olur Y variantı. İkinci tərəfimiz do Z olduğu üçün birinci tərəfimiz də do
bunun inkarı olmalıdır. The patients who get treatment at this hospital don't have to pay for medical care. Do they? Deyir ki, bu xəstəxanada müalicə alan xəstələr pul ödəməməlidirlər, elə deyilmi? Yəni tibbi müayinə üçün pul ödəməməlidirlər, elə deyilmi? Demək ki, cavab oldu 69-cu testdə Y variantı. İndi isə gəlin 71-ci testə baxaq. 2 nöqtəli testimiz var və hər bir nöqtədən sonra struktur səhvimizə baxaq. Birinci nöqtədən sonra go verilib və to-suz feildir gördüyümüz kimi. Variantlarımızda must, may, have to, can't, shouldn't hər bir ola bilər. İkinci tərəfdə to var. Nələr to ilə işlənməz? Can't to olmaz, needn't to olmaz. Demək ki, A, B variantlarımız yanlışdır. Qaldıq 3 variant arasında C, D, Y variantlar arasında qalırıq. Mütləq və mütləq tərcümə etməliyik. Əvvəlcə C variantını tərcümə edirəm. You have to go alone. Sən deyir, tək getməlisən. Bu təhlükəsiz deyil. Bu mənaca uyğun gəlməli, deyilməli. C yanlışdır. D variantda deyir ki, you can't go alone. It isn't safe. Sən tək gedə bilməzsən. Bu təhlükəsiz deyil. Bura qədər doğrudur. Mənaca uyğun gəlir. İkinci tərəfə də oxuyaq. We don't have to keep together in a group. Biz qrupla bir yerdə qalmamalıyıq. Yəni qrup şəklində qalmamalıyıq. Bu D variantının ikinci tərəfə tərcüməyə uyğun gəlmədi. Y variantına baxaq. You shouldn't go alone. Sən gərək tək getməyəsən. Sonra da deyir ki, we have to keep together in a group. Biz qrup şəklində bir yerdə qalmalıyıq. Demək ki, 71-ci testə tərcüməyə əsasən Y variantı doğrudur. 78-ci testə baxırıq. It is very cold. Çox soyuqdur. İkinci tərəfdə to verilib. Baxırıq ki, bir dənə hadn't olmaz. Qalanlar uyğun gəlir. Don't have to olar, ought to olar, have to olar. Mütləq tərcüməyə baxırıq. Görək ki, hansılar uyğun gəlir. Çox soyuqdursa you put a sweater on. Mütləq bu nüansa diqqət edin. Put on bilirik ki, geyinmək deməkdir. Sənə deyirəmsə sweaterini geyinməlisən. Soyuqdursa demək ki, geyinməlisən. Ona görə bir yanlışdır. İnkar olmamalıydı. Cavab olur 2, 4. A variantı tərcümə edir. Soyuqdur, sən öz sviterini geyinməlisən. İndi isə gəlin 96-cı testin izahına baxaq. 96-da bizə nə verilib? Nick join the party but I can't. Qaydadan bilirik ki, butdan sonra inkar verilibsə, demək ki, butın əvvəli təsdiq olmalıdır. Hansı modal verilibsə, eyni o modalın təsdiq olmalıydı. Demək ki, cavab oldu A variantı. Tərcümədə deyir ki, Nick can join the party but I can't. Nick deyir, partiya qoşula bildi, amma mən qoşula bilmədim. Demək ki, butdan sonra və neither'dan, so'dan sonra hansı forma verilibsə, biz onun eyni modalını da ikinci tərəfdə istifadə etməliyik. İndi isə 106-cı testimizə baxırıq. Nöqtələrdən sonra to-suz feil verilib. Strukturca səhvimiz B variantındakı ought-un to-su yoxdur. Y variantında will'in B-si yoxdur. Will be able olmalıydı. Hadn't to olmaz. Demək ki, ya A ya da D variantıdır. Bilirik ki, couldn't can modal feilinin keçmişidir. Was able da can modal feilinin keçmişidir. Biri təsdiq, bir inkarcı mütləq tərcümə etməliyik. Deyir ki, ev tapşırığımı edə bildim ya da edə bilmədim. Ona görə də. Burada görürsünüz, so, ona görə də mən kömək istəməli oldum. Demək ki, ev tapşırığımı edə bilməmişəm. Ona görə burada cavab olur A. Mən ev tapşırığımı edə bilməmişəm. Ona görə də kömək istəməli olmuşam. İndi isə gəlin 105-ci testə də baxaq. Nöqtələrdən sonra to-suz feil verilib. Strukturca səhvimizdə yoxdur. Should, düzdür, must, hər biri doğrudur. Demək ki, tərcümə etməliyik. If you open an account with a bank, sən deyir bir bankla bir hesab açırsansa, you get acquainted with its rules. Sən onun qaydaları ilə tanış olmalısan, olmamalısan. Əgər bir bank hesab açırsansa, mütləq onun qaydaları ilə tanış olmalısan. Ona görə cavab olur. Təsdiq versiyaları seçirik. Cavab olur 1, 2, Y variantı. İndi isə gəlin birlikdə 109-cu testə də baxaq. Nöqtələrdən sonra yenə to-suz feil verilib. Strukturca D variantının to-su yoxdur. Need. Don't need modal deyil. Bilirik ki, need modaldırsa, donda ehtiyacı yoxdur. Ona görə biri çıxaq. Haven't öz inkarını düzəltməz deyə bunda çıxaq. Ought-un to-su yoxdur deyə bunda çıxaq. Mustn't düzdür. Shouldn't düzdür. Tərcümə edək. You mustn't ya da shouldn't betray your friends. Sən dostlarına xəyanət etməməlisən. Ona görə burada ikisi doğrudur və bəli. Mənaca sən dostlarına xəyanət etməməlisən. Burada sən müəllimlərinə xəyanət edib köçürməməlisən. Valideynlərinə xəyanət edib onların əziyyətini yerə vurmamalısan. Yəni bu tipdə testləri mütləq tərcümə edərək tapın. Həm də ki, strukturca hansı doğru onu seçin, cavab olur 139-cu testə Y variantı. 144-cü testə baxaq. Burada strukturca səhvimiz varmı? Deliver verilib to-suz feil, having to-su yoxdur deyə bu yanlışdır. Qalanları strukturca düzdür. Demək ki, tərcümə etməliyik. Burada 1 və 5 inkar olanlardır. 3 və 4 isə təsdiq olanlardır. Demək ki, bunlar tərcümə ilə tapılmalıydı. Deyir ki, you deliver the registered letters, it isn't your duty. Sən deyir, registrasiya olmuş məktubları, göndərilmiş məktubları ya çatdırmalısan, ya da çatdırmamalısan. Dalına deyir ki, bu sənin borcun deyil, your duty. Bu sənin borcun deyil. Borcun deyilsə, demək ki, sən bunu çatdırmamalısan. Biz inkarları seçirik. Ona görə cavab olur 1, 5,
A variantı. İndi isə 146-cı testə baxaq. 146-cı testdə bizə verilib suffer, əziyyət çəkmək, ikinci nöqtələrdə isə share verilib. Strukturca səhvimiz C variantında ought-un to-su yoxdur. Qalanları strukturca belə baxırıq ki, doğrudur. Demək ki, mütləq tərcümə etməliyik. Burada ikinci tərəfdə with somebody var. Bu bizə ipucu verə bilər ki, ikinci tərəfdə inkar olmamalıydı. Ona görə ikinci tərəfi təsdiq olan variantlardan başlayaq. Y və B variantını tərcümə edək. Uyğun gəlməsə digər varianta keçərik. B variantda deyir ki, you mustn't suffer in silence. Sən səssizlikdən əziyyət çəkməməlisən. You ought to share your feelings with somebody. Sən öz hisslərini kiminləsə bölüşməlisən. B variantı mənaca da tamamilə uyğun gəlir. D variantda deyir ki, sən əziyyət çəkməməlisən. Sonra da deyir ki, sən ehtiyac yoxdur kimləsə hisslərini bölünəsən. Bu uyğun gəlmir. Y variantda deyir ki, əziyyət çəkməlisən. Sonra da deyir ki, sən gərək bölüşəsən. Bu da uyğun gəlmir. A variantda da deyir ki, əziyyət çəkməməlisən, gərək bölüşməyəsən. Mənaca 146-cı testdə cavab olur B variantı. İndi isə 165-ci testə baxaq. Nöqtələrdən sonra baxırıq, to verilib. To verilibsə nələr səhvdir? Hadn't to işlətmək olmaz. Qalanları doğrudur. Burada bir ipucu var. But don't yazılıb. Demək ki, biz əvvələ təsdiq qoymalıyıq. Çünki butdan sonra inkar verilib. İnkar olanları çıxaq. A variantı yanlışdır. B, Y və D variantları arasında qalırıq. Əgər cümləmizdə ar verilibsə, ikinci tərəfdə don't yox, arı qoyulardı, aren't qoyulardı. Ona görə səhvdir, B-yi arasına qalırıq. Don't bizə ipucu verir ki, mən indiki zamanım, yəni mənim hədə yox, həvə ehtiyacım var. Ona görə cavab olur. B variantı tərcümədə deyir, əskər və polismenlər uniforma geyinməlidir, lakin müəllimlər yox. İndi isə 68-ci testə baxaq. Nöqtələrdən sonra to-lu feil verilib. Nələr olmaz? Can't olmaz çünki to işləmir, needn't to olmaz, will not have to olar, will not be olmalıydı, burada yanlışdır. Və burada diqqət edin, able-ın önündə will be able olur, have-də be-yə ehtiyacımız yoxdur. Ona görə A və B, D variantı birinci tərəfə görə doğrudur. İkinci tərəfdə yenə bizə verilib to, baxırıq A variantında will'in B-si yoxdur, A da yanlışdır, demək ki cavab oldu. D variantı Fred is going to retire soon, Fred tezliklə pensiya çıxacaq, sonra o will not have to go to work, işə getməli deyil, öz deyil bağında vaxtını keçirə bilirlər. İndi isə 71-ci testimizə baxaq. 71-ci testdə bizə verilən nüans nə idi? Baxaq. Happily və nöqtələrdən sonra to-lu feil verilib. Bilirik ki, to verilibsə nələr işlətmək olmaz. Could olmaz, couldn't olmaz, qalanları hələ ki doğrudur. İkinci tərəfdə yenə to verilib, hadn't to işlətmək olmaz. Qalırıq C və D variantları arasında tərcümə edirik. Xoşbəxtlikdən we are able to help him. Biz ona deyir, xoşbəxtlikdən biz ona tez kömək edə bildik. Və o çox gözləməli olmadı. Ona görə biz buranı inkar seçməliyik. Cavab olur C variantı. D variantı yanlışdır. Burada bizə də any longer ipucu verirdi ki, mənə inkar gətir. İndi isə 74-cü testə baxaq. Police hər iki nöqtədən sonra to-lu feil verilib. Nələrdən sonra to olmaz, can'dan sonra olmaz, haven't to olmaz. Qalanlar hələ ki doğrudur. İkinci tərəfdə hasn't been able to ya da will not be able to, has be able to. Bu hissələr hələ ki doğrudur. Burada bu nüansa diqqət edin. Əgər hasn't-dan sonra to olsaydı inkar düzəltməzdi. Burada been verilib. Ona görə inkar düzəldə bilər. İndi burada bir since-then qaydamız var. Bilirik ki, since-then mütləq və mütləq bitmiş zamanı idi. Özdə indiki bitmiş zamanı idi. Ona görə biz indiki bitmiş olmayan çıxaq. D variantının ikinci tərəfi indiki bitmiş zaman deyil. Qalırıq ya C ya da Y variantlarının arasında. Tərcümədə deyir ki, the police have to find the stolen documents. Polis deyir tapmalıdır oğurlanmış dokumentləri. Çünki no one artıq bizə inkar verdi deyə artıq C variantındakı inkar uyğun gəlmir. Ona görə də cavab oldu Y variantı. İndi gəlin tərcüməni eləyək. Deyir ki no one else has been able to do it since. Ondan bəri heç kim bunu edə bilməyib. Demək ki, cavab oldu 174-də Y variantı. İndi isə 184-də baxaq. Nöqtələrdən sonra to-suz feil verilib. Strukturca səhvimiz shouldn't to qoymaq olmaz, can't to qoymaq olmaz. You has to yox, have to olmalıydı. B və Y variantları uyğun gəlir. Demək, tərcümə etməliyik. Deyir ki, bəzi mədəniyyətlərdə sən öz boşqabında nəsə you must eat everything. Sən hər şeyi yeməlisən ya da yeməməlisən. İndi ikinci cümlə gör bizə nə deyir? Deyir ki, it is polite, nəzakətlilikdir. Öz boşqabında nəsə buraxmaq. Diqqət olun. Öz boşqabında to leave something on it. Öz boşqabında nəsə qoymaq bir nəzakət əlamətidir. Deməli, bəzi mədəniyyətlərdə sən yeməyin hamısını yeməməlisən və öz boşqabında nəsə qoymalısan. Ona görə burada cavab olur Y variantı. İndi isə 187-ci testə baxırıq.
187-ci testdə I think Pamela gave me excellent advice. Mən düşünürəm ki, deyir, Pamela mənə yaxşı məsləhət vermişdi. Cümlə görürsüz, keçmiş zamandadır. Mən gərək ona qulaq asardım. Burada mütləq diqqət etməli bir nüans var. Demişdi ki, köhnə, keçmiş peşmançılıqlarımızı ya da tənqidi ya da hər hansı bir olan ya da olmayan bir hadisənin peşmançılığını yaşayırıqsa ya da başqası yaşayırsa, bu zaman biz should have plus P2 ya da ought to have plus P2-ni istifadə edə bilərik. Strukturca səhvlərimizi çıxaq. Çünki burada keçmiş zamanı idi cümləmiz. Ona görə A variantı ought to take it, bu yanlışdır. Çünki ought to indiki zamandır. Should to take, ümumiyyətlə shoulddan sonra to qoymaq olmaz. Burada Y variantı strukturca səhvdə çıxdıq. Qaldıq C və D variantları arasında. Tərcümədə deyir ki, Pamela mənə, düşünürəm ki, Pamela mənə mükəmməl bir məsləhət vermişdi. Mən gərək ona qulaq asardım. Ona görə burada cavab olur Y variantı. C variantında deyir gərək ona qulaq asmazdım. Mütləq bu nüansa diqqət edin. Burada həmişə iki cümlə olur və digər cümlədə bizə bir ipucu verir ki, mən keçmişdəyəm. İndi isə 188-ci testə baxaq. Bax, bu da eyni qaydalı bir testdir. Deyir ki, we have gone the wrong way. Biz deyir, səhv yola girdik. Biz gərək trafik işıqlarından sağa dönərdik ya da dönməyərdik. Məncə belə olmalıdır cümlə. Bir düzdür, çünki shouldn't have plus P2. 2 səhvdə shoulddan sonra to olmaz. 4 də səhvdə ough'un to'su olmaydı. Demək cavab oldu 1 və 3. İndi isə gəlin 191-ci testin izahına baxaq. 191-ci testdə bizə verilib strukturca might'dan sonra to vermək olmaz. Ought to take burada doğrudur. Should taken yox, should have taken olmalıydı. Shouldn't have taken ya da should have taken. Bura hər iki strukturca düzdür. İndi gəlin tərcüməyə baxaq. Deyir ki, it is raining outside. Demək ki, sən gərək çətirini götürərdin. Çöldə yağış yağır. Demək ki, biz çıxmışıq, artıq çöldəyik. Görürsüz, outside-dayıq artıq. Və demək istəyirəm ki, çöldə yağış yağır, sən gərək çətirini götürərdin, götürmüş olardın. Artıq bu keçmiş bir peşmançılıqdır. Ona görə burada cavab olur Y variantı. Burada C-də deyək ki, gərək götürməzdim. B niyə yanlışdır? B düzəldə biləcək bir şeydir. Gərək çətirini götürəsən, yağış yağır çöldə. Belə bir mənanı vermir. Əslində düzdür. Testdə bu çaşdırıcı bir nüansdır, amma mənaca elə verir ki, biz artıq çöldəyik, görürük ki, yağış yağır və çətirimizi də götürməmişik. Ona görə də burada cavab olur Y variantı. İndi isə 200-cü testə baxaq. Nöqtələrdən strukturca səhvimiz A variantında ought to, told yox, tell olmalıydı. Bilirik ki, ough'dan sonra modal fe'lərdən sonra adi qoyulur. Əgər P2 qoyuruqsa have olmalıydı. Sonra should have telling deyə bir strukturumuz yoxdur. Might'dan sonra adi fe'l olmalıydı. Demək ki, B və C variantları strukturca düzdür. İndi tərcümə edirik. Deyir ki, you shouldn't have told him ya da you should have told him that the paint on that seat was wet. Deyir, sən gərək oturacağın üstündəki boyanın nəm olduğunu ona deyərdin. Demək ki, artıq işdən keçib oturub, sən də deyirsən ki, ay sən gərək ona deyərdin. Ona görə burada cavab olur C variantı, B variantı yanlışdır. C variantında isə deyirik ki, sən gərək ona deyərdin. Artıq demiş olardın. İndi isə 203-cü testə baxaq. Strukturca səhvlərimiz hansılardır? Blocked verilib bizə feildən. Demək ki, biz bura keçmiş bir peşmançılıqdan danışan bir forma qoymalıyıq. Ya ought to have qoymalıyıq, ya should have qoymalıyıq, ya da inkar qoymalıyıq. May'dən sonra blocked gəlməz, shoulddan sonra blocked gəlməz. A və D variantları eyni mənadır. Ought to have plus P2 ilə should have plus P2 eyni mənadır. Bu yanlışdır. Demək ki, cavab oldu C variantı. Tərcümədə deyir ki, onlar gərək təcili çıxış qapısını bloklamayardılar. Ona görə cavab oldu C variantı, yəni oranı bağlamayardılar. İndi isə 208-ci testin də izahına baxaq. 208-də bizə verilib strukturca səhvimiz baxaq varmı? Do verilib nöqtələrdən sonra baxırıq, bütün variantlarımız doğrudur, yəni uyğundur. Demək ki, mütləq bu cümləni tərcümə eləməliyik. As he has known poverty well, deyir ki, o poverty, aclığı, yəni kasıblığı yaxşı tanıdığı üçün indi öz işini itirməmək üçün nə etməlidir? Shouldn't do his best, əlindən gələni etməməlidir. Bu uyğun gəlmir. Demək ki, inkarlar səhvdir. 2-yə baxırıq. 2-də deyir ki, etməməli idi. Bu mənaca uyğun gəlmir. Axı keçmişdə etməməli idi. Yox, axı burada indi verilib. Ona görə hətta olmamalıydı. 3 doğrudur. Deyir ki, aclığı, kasıblığı bildiyi üçün, yaxşı bildiyi üçün o işini itirməmək üçün əlindən gələni etməlidir. 3 düzdür və 5 də düzdür ki, gərək daha doğrusu 4 də düzdür ki, gərək əlindən gələni etsin. İndi isə 212-ci testə baxaq. Bu da açıq testi, yəni seçmə sualıdır. Baxırıq. Bir də were you able to bura qədər düzdür. Could you bura qədər düzdür. Will you be able olmalıydı. Səhvdir. 4-də have to-dan ayrılıb. Səhvdir. 5-də should you to, should-la to işlətmək olmaz. Demək ki, burada 1-2 doğrudur. Amma yenə də tərcümə edirik. Were you
check were you able to check the patient after operation? Sən deyir, xəstəni əməliyyatdan sonra yoxlaya bilərdin. Demək ki, 1 ilə 2 də eyni mənanı verir deyə hər ikisi doğrudur. İndi isə mix testə baxaq. Burada bizdən modal feil soruşur. Bu testlərdə ancaq düzgün modal axtarırıq. Where tuzsuz feil verilib, out'un tuzu yoxdur. Şurada tu qoymaq olmaz. 1, 4 və 5 hər iki doğrudur. Tərcümə edirik. Firemenlər xüsusi special uniforma ya geyinməlidir, ya geyinməməlidir. It is for their safety. Bu onların təhlükəsizliyi üçündür. Demək ki, geyinməlidir. 5 yanlışdır. Cavab olur 1, 4. C variantı. 8-ci testdə də baxaq. Modal feil istəyir. 1, 2 variantlarda həvləri görürük. Have to ilə işlənərsə modaldır. Tuzsuz işlənərsə, isimlə işlənərsə ya da P2 ilə işlənərsə modal deyil. 1 də isimlə işlənib səhvdir. 2 də have to-dur, doğrudur. 2 3-də have-dən sonra lot of gəlib səhvdir. 4-də isə have to verilib, doğrudur. Demək ki, cavab oldu 2 və 4. İndi isə gəlin baxaq 13-cü testimizin izahına. Yenə bizdən modal soruşur buradan. Deyir ki, I did everything, mən hər şey edirəm, I could, bacardığım hər şeyi edirəm. Burada sizi nə qarıqdıra bilər? Biz indiyə qədər dedik ki, modallardan sonra tuzsuz feil gəlməlidir. Burada əslində bu bir budaqdır. Bunu göstərir ki, edə bildiyim hər şeyi etməliyəm. Ona görə bu doğru modal sayılır. Bir doğrudur, bir daha qeyd edirəm. I did everything, everything-i təyin edirəm ki, I could did everything, yəni edə bildiyim hər şey. Ona görə bir doğrudur. 2-də has much isimlə işlənib yanlışdır. 3-də have to var. Demək ki, 1, 3 doğrudur. 4-də have-dən sonra isim verilib. Bu isə yanlışdır. İndi isə 20-ci burada cavab oldu. Y variantı 1, 3. İndi isə 20-ci testə baxaq. Have to verilib 1 doğrudur. 2-də də have to verilib doğrudur. 3-də testin başına modal yazdığı üçün need to işlətmək olmaz. Will be able to tamamilə struktur olaraq hər biri var, doğrudur. 5-də isə have-dən sonra isim verilib yanlışdır. Demək ki, burada cavab oldu 1, 2 və 1, 2 verilib burada cavab. Bir də 4. 1, 2, 4. Belə bir variantımız varmı? Bəli, A variantı doğrudur. A variantını seçə bilərik. Bununla da qayda izahımızda da qeyd etdiyimiz bütün şeyləri artıq test üzərində də tətbiq etdik. Növbəti videolarda görüşərik. Videonu bəyənməyi, paylaşmağı unutmayın. Təşəkkürlər.